Bizim insanlarda bu maşın sevgisi hardan gəlir belə? Bizim gözəl Bakımız tıxacsız təsəvvür edə bilmirəm artıq. Sadəcə maraqlı bilirsiniz nədir dostlar? Niyə bizim insanlar bu qədər tənbəlləşib? Yəni velosiped deyəndə sürün, gah deyirlər soyuqdur hava. İsti havada da deyirəm velosiped sürün, yenə deyirlər hava istidir. Sərin havada deyirəm velosiped sürün. Hər bəhanə gətirirlər ki, əsas odur velosiped sürməsinlər. Amma maşında məsələn düşünürlər ki, komfortdur. Bu tıxaclardan həzz alırlar. Mən nə qədər videolar çəkirəm, hələ ki çox da faydası yoxdur. Amma düşünürəm zamanla çox yaxşı olacaq. Yəni siz artıq bezmədiniz bu tıxaclardan. İnsanlar o qədər yorulub ki, tıxacda qalmaqda. Artıq siqnal verən də yoxdur. Hər kəs sakit oturub. Bəzi insanlar hətta maşında yuxuluyur o dərəcədə. Görürəm. İnsanlar çox yorulub, işdən çıxıb. Yəni bayram ərəfələrdir. 2-3 gün artıq 2026-cı il gələcək. Velosiped sürün, sağlam həyat yaşayın. Yəni, bu sizin xeyrinizə deyirəm bunu. Yəni, düşünün nə qədər əsəbləriniz gərgin olur siz tıxacda qalanda. Yəni cavan insanlar hal-hazırda demək olar hər kəsin panik atakı var və yaxud stresi, əsəb sistemi pozulub. Nəyə görə? Bu tıxaclara görə. Yəni həll yolu da var dostlar. Görürsünüz avtobus yolunu. İctimai nəqliyyatdan istifadə edin və yaxud da mənim kimi mən artıq 2 ildir ümumiyyətlə avtobus, metrodan istifadə eləmirəm. Sadəcə velosipeddən istifadə edirəm. Görürsünüz? Rahat şəkildə. Velosiped yolları da demək olar hər yerdə var. Bundan sonra da hər yerdə olacaq. Yəni sizə qalır sadəcə bundan istifadə eləmək. Çətin bir şey deyil. Sadəcə artıq komplekslərdən uzaq olun. Düşünməyin kompleksləri. Rahat olun, özünüz üçün yaşayın. Və əsəb sisteminiz tamamilə düzələcək. Ona görə hər zaman sağlam qalın dostlar.